Ladies and gentlemen, good afternoon. Thank you very much, Mr. Lutful Kabir, for giving me this kind introduction. Xanımlar ve canlar, teşekkür ederim sizin burada iştirakınıza göre ve Mr. Canan Kabil'e teşekkürümü bildirirəm bu imkan için. A very warm greeting and welcome to all of you at this opening of the Eurasia Diary. Və həmçinin bu layihənin açılışı ilə bağlı sizi təbrik edirəm və müzakirəyə keçmək istəyirəm. I am really thankful for your presence here. Çox minnətdaram ki, siz burada bugün iştirak edirsiniz. Today, Eurasia Diary is launching, and we have been in this struggle for the last couple of months to launch an international analytical portal, and today you people are here. Bugün Avrasiya Gündəliyi fəaliyyətə başlayır və biz bunun üçün çox mübarizə aparmışıq və Avrasiya Gündəliyi Avrasiya Mətbuat Fondunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun tərkibçisi olan Avrasiya Media şəbəkəsinin bir layihəsidir. Eurasia Diary is basically the project of Eurasia Media Network, IEPF. Basically, this is the joint project of the Eurasia Media Network and International IEPF. Qeyd etdiyim kimi, yəni bu bir beynəlxalq layihədir, yəni Beynəlxalq Avrasiya Mətbuat Fondunun tərkibində olan Avrasiya Media şəbəkəsinin bir birgə layihəsidir. IEPF basically a UN ECOSOC General Consultative Status Organization based in Baku, Azerbaijan. Avrasiya Beynəlxalq Mətbuat Fondu BMT-nin Sosial və İqtisadi Şurasının ən yüksək məşəvətçi statuslu təşkilatıdır və bu təşkilat Bakıda yerləşir. IEPF has been involved in 1992 in peacemaking and other process here in this region and to establish peace in Eurasia region. Bu təşkilat 1992-ci ildə fəaliyyətə başlamışdır. O dövr çox çətin dövrdür və o zamanlar sülhün bərqərar olması çox mühüm bir məsələdir. So basically we have inherited this thought and this concept from IEPF to launch Eurasia Diary. Və bu təşkilatın 20 ildən çox olan təcrübəsi bizim üçün bir ilham oldu, bizim üçün bir təcrübə oldu ki, bu layihəni həyata keçirək. The basic objective of Eurasia Diary is actually the promotion of peace through journalism. Əsas məqsədlərdən biri burada, jurnalistika vasitəsilə sülhün tərənnüm olunması və onun təmin olunmasıdır. Our mission is to provide the objective, trustworthy and in-depth experts' opinions. Bizim məqsədimiz dürüst, obyektiv və hərtərəfli məlumatın çatdırılmasıdır. Eurasia Diary is ambassador and harbinger of peace in the region, so I think that this is not an exaggeration. We will try to prove this. Və biz bunu sübut etməyə çalışacağıq, müəyyən misallarla. Our courage is purely based on news sense and news values. Bizim fəaliyyətimiz müəyyən dəyərlər əsasında qurulmuşdur. We have a global team of correspondents and bureau chiefs who have been stationed throughout in the world. Bizim qlobal şəbəkəmiz var və o qlobal şəbəkədə cəmləşən insanlar bu işdə əlindən gələn səylərini göstərirlər. I have tried to take in my team who have been working for the last several years, and they are based in Asia, Africa, Middle East, North America, Latin America, and of course Eurasia region. Komandanın üzvləri dünyanın müxtəlif regionlarına səfərlənmişdir, yəni Afrika, Latin Amerikası və sözsüz ki, Avrasiya regionunda. So today we are facing a dilemma that the world is heading towards the conflict. Rather than there should be a decrease, we are facing a continuous confrontation between the nation and countries. Biz də həmişə çalışırıq ki, konfliktlərin azaldılması prosesi, həmişə həyata keçirilsin və millətlər arasında olan münaqişələr, toqquşmalar azalsın. The world experts say that might be we are heading towards a clash of civilizations. The world experts says that we might be heading toward a clash of civilizations. Dünya ekspertləri deyirlər ki, bu tədbirlər içində müəyyən professionallar, müəyyən peşəkarlar, sivilizasiyaların toqquşmasına doğru gedə bilərlər.
So through Eurasia Diary portal, we are trying to address all these conflicts and issues very softly, and we will try to find out the answer in our reporting. Bu layihə vasitəsilə biz bu münaqişələrin daha yumuşaq şəkildə həll edən çalışacağıq və çalışacağıq ki, toqquşmalar baş verməsin və müəyyən öz tövbələrimizi vermək istərdik əlbəttə. The role of the global journalism has been declined for the last couple of years, and might be this is one of the major reasons towards the mis and disinformation about the incident happening around in the world. Jurnalistikanın və ümumiyyətlə medianın rolu son illərdə azalmışdır, onun aktivliyi, onun inkişafı və bu da ola bilər ki, səbəblərdən biri olsun ki, yəni bu konfliktlərin, münaqişələrin həllində müəyyən geriyə addımlar mövcuddur. Through Eurasia Diary media portal, we will highlight the hidden realities and their impact on the nations and the countries. Yəni bu layihədə biz bu məsələlərə toxunacağıq və qeyd edəcəyik, yəni hansı təsirlər, hansı belə deyək, yəni hansı təsirlərin altında bu layihə nə cür təsir göstərəcək cəmiyyətə və millətlərə. So at the end of my speech, I would like to have a small tour of my website, the Eurasia Diary, so you can have an idea that how we are operating. So bizim fəaliyyətimiz haqqında müəyyən məlumatlar vermək istərdim və bizim slaydlarımız vasitəsilə sizə qısa bir informasiya vermək istərdim ki, daha aydın olsun yəni məsələ. Mr. Rufat, would you mind to please open the website? So here is the Eurasia Diary website. So we are operating into the 5 languages. English is the main language, Turkish language, Azeri, Russian, and Arabic language. So we are also getting various greetings from our partners like the International Press Institute from Vienna and the International Peace Bureau. So they are greeting us. So I would like to have some sort of a greeting from your side as well. That would be really a great appreciation for us. Və həmçinin müəyyən media orqanlarından, yəni beynəlxalq media orqanlarından da biz dəstək alırıq və onlar da bizi sağlayırlar. Məsələn, Viyanada yerləşən media təşkilatı. So we are covering exclusively the conflict through our analytical wing, where we have established here in Baku in our office. So our analyst and our staff will compile the investigative reports, those who have the impact on the conflicts and borders. Və bizim mütəxəssislərimiz əlbəttə analitik məruzələr və digər məlumat toplularını hazırlayıb bu konfliktlər haqqında müəyyən vacib məlumatlar toplayacaqlar. We are also focusing on the human rights and the other categories which we have and their impact on the people and the nations. Və həmçinin biz insan haqlarının, yəni insan haqları məsələsinə çox önəm veririk və insan haqları nə dərəcədə inkişaf edir və onun cəmiyyətə təsirini də nəzərdən keçirəcəyik. We will try to play our utmost roles for the conflict resolution in the Eurasia region and globally. Biz çalışırıq və çalışacağıq ki, münaqişələrin həlli yolunda əlimizdən gələn səhvləri göstərək. So this is just a brief overview of our website. So I am again really thankful for your presence here, and because we have invited on a very short time. So I am really kind of you people. So thank you very much, and God bless you. Teşekkür ederim.